Sabahınız xeyir olsun dəyərli xanımlar. Demək səhəri sizi səhər rutinimlə tanış etmək istədim. Dedim bunu videoya çəkim. Demək səhər ac qarına başlayırıq Joint Comfort'dan. Bu fitosorbentdir, hansı ki toz şəklindədir qızlar. Təbii kollagendir. Mədə bağırsaq sistemini normaya salır. Saçlarımızı, oynaqlarımızı, dırnaqlarımızı gözəlləşdirir. Demək burada jelatindir təbii ki. Kollageni suya qatırıq. Bir çay qaşığı qarışdırıb həmən içirik. Hər gün mütləq şəkildə lazımlı olan kollagendir. Bizə bilirsiniz ki 30 yaşdan sonra ümumiyyətlə insan orqanizmdə kollagenin sintezi azalır. Allah'ın izni ilə. Ondan sonra qızlar yarım saat sonra isə səhər yeməyimizi yeyirik. Səhər yeməyində nə edirəm mən? Demək ilk öncə qaraciyər və öd yolları xronobioloji müdafiəsindən başlayırıq. Burada sinxroital 4-dür. Qaraciyərimizi təmizləyir. Mən də bundan qəbul edirəm. Səhər təbii ki bir dənə tünd kapsuladan qəbul edirəm. Əgər qaraciyərdə artıq patologiyamız varsa, qaraciyər piylənməsindən əziyyət çəkirsinizsə, əgər qatlaşması varsa, durğundursa, ondan sonra əgər Allah uzaq eləsin təbii ki, amma əgər hepatit xəstəliklərinə yoluxmusunuzsa, hepatit A, C, B fərqi yoxdur. Onda 2 kapsul, 3 kapsul istifadə edə bilərsiniz. Dozirovka təbii ki özümüz təyin edirik sizə xəstəliyin mərhələsinə baxaraq. Ondan sonra qızlar burada nə var? Gördüyünüz kimi burada xronolong var. Bu fitoestrogendir. Qadınlar üçün vitamin kompleksidir. Qadın hormonlarını normaya salacaq. Klimaksı qarşısını alır. Eyni zamanda saçlarımızın gözəlliyi və dırnaqlarımızın möhkəmliyi üçündür. Bunu da dərimin gözəl olmasını istəyirəmsə, təbii ki, xronolong bitir. Mən hər dəfə bunu alırım. Hər mənim videolarımda da görə bilərsiniz. Qızlar, uzun müddət, adətən arada fasilə də verirəm. Bəli, təbii ki, 1-2 kurs qəbul etdim, dayandırdım. 1 ay içmədim, 2 ay içmədim, sonra təzədən içirəm. Amma daimi də içmək olur. Çünki tərkibində D vitamini də var. Və eyni zamanda da glukozamin xondroitin. Glukozamin xondroitin 36 yaşındayım, 3 uşaq anasıyam. Aktiv fəal həyat tərzimdir. Bütün gün ayaqda oluram, işim, gücüm olur deyilən. Glukozamin xondroitin isə bizim oynaqlarımızın sağlamlığıdır. Əgər bədəmdə oynaqlarımın, sümüklərimin möhkəm olmasını istəyirəmsə, qarşıda artrit, artroz xəstəliklərinə yoluxmaq istəmirəmsə, təbii ki, gün ərzində səhər və axşam mütləq şəkildə yemək zamanı bunları qəbul etməliyəm. Xronolonqa səhərlər içirəm ancaq. Demək, sinxroital 4-dür. Səhər 1 kapsul tünd, axşam 1 kapsul boz. Glukozamin isə səhər, axşam 1-2 kapsul birlikdə. İndi bundan 2 dənə səhər, 2 dənə isə axşam içəcəm. İşim çox olanda bağçaya gedirəm, gəlirəm, məsələn işə gedirəm, ofisə gedirəm, müştərilərimlə görüşürəm, komanda ilə görüşürəm. Ev işləri olur. Baxın da, yəni fəal həyat tərzi olan insanlarda, ağır yükləməli işlərdə olan xanımlar belə vitamin mineralları qəbul edə bilərsiniz. Bunlar qida əlavəsidir. Həkim təyinatı olmadan da qəbul edə bilərik. Rahat şəkildə profilaktik xəstəliklər olduqda isə təbii ki biz məsləhətçilər sırf sizə lazım olan qidalanma və dozirovkanı qeyd edirik, pəhrizinizi qeyd edirik və rahat şəkildə məhsullardan əldə edə bilirsiniz.